çox vaxt deyirlər ki, kənd yerində yaşamaq çətindir. Bəzən də özüm də belə düşünürəm, belə deyirəm. Amma əslində kənd həyatının gözəlliyi elə ondadır ki, burada həll olunmayan problem demək olar ki, yoxdur. Kəndimizdə tam 3 gün qaz kəsildi. Nə edəcəyimizi düşünmədik. Bu arada rahat yuya bilim deyə bununla qazanın altını şampunlamışam, bu şampunla. Evdən çox şeyləri uşaqlar kömək edib. Mən peçi yandırana qədər uşaqlar da gedib biri duzu, biri yağı, tomat gətirib. Mən də kartofu soydum. Kartofu soydum, yudum, qoydum bura. Soğanımız hazır olsun, başlayaq. Çünki bilirdik ki, kənddə isə çarə də elə öz əllərimizdədir. Heç vaxt itirmədən getdim kartof damına, odunla, çırp-çırpı ilə peçkaladım. Sözün düzü biraz tüstü gözümü yandırdı, biraz zəhmət çəkdim, əziyyət çəkdim. Amma odunun o özünə məxsus qoxusu ətrafa yayıldıqca insan istər-istəməz sakitləşir. Sanki keçmişə, uşaqlıq illərimizə, odun peçi ilə olan o xatirəli illərimizə qaytarır insanı. Kartoflar biraz bizi qızarsın, suyunu tökür. Düzdür, qazda bişirəndə əlbəttə rahat olur mənim üçün. Amma etiraf edirəm ki, odun közünün tüstüsünün dəydiyi yemək də, onun üstünə dəmlənən çayın da dadı tamamilə başqa olur. Yeməyin göyərtisini də vurmuşam, hazırdır. Yəni qalıb əzmək. Aparım evdə əzərəm bura. Şərait nə olursa olsun, kənd həyatı insana hər vəziyyətdə bir yol tapmağa, hər çətinlikdən bir zövq almağa öyrədir. Mən artıq yeməyə qoymuşdum, peçi qalamışdım. Getdim, indi gördüm ki, qaz yanır, amma evə gedəsi deyiləm. Çünki artıq ocaq qalamışam, burada pişsin. O qədər istidir bu dəqiqə bura. Bu da bizim üçün günlük məcburiyyətdən doğan, amma çox gözəl xatirəyə çevrilən ocaq başı macəramız. İstədim bunu da belə vloqa qatım. Ümid edirəm bu kənd havası və ocaq istisi ekran qarşısından sizə də xoş təsir etdi. Bu 2 dəqiqəlik video vloqumda burada mənim üçün xatirə qalsın. İndi isə keçək əsas günlük vloqumuza. Salam kanalımın dəyərli izləyiciləri, kanalıma və yeni vloquma xoş gəldiniz. Hər birinizə xoş izləmələr. Toyuqları çölə açdım, yemlədim. Sonra gəldim uşaqlar üçün çiyələk yığım və belə bir əkiz çiyələk tapdım. Çox şirin görünürlər. Toplamıram. Qablarda əkdiyim çiyələklərdən 1-2 dənəsini yığdım. Gəldim ki, məhlədəkilərdən də yığım, amma baxdım ki, çoxsu iylənib, hava yağışlı keçir deyə çox sudan artıq çiyələklər də iylənib. Mən də götürüb atıram toyuqlara və yaxud da məhləyə, boşluğa atıram ki, qalmasın yerində. Çünki daha çox ilbiz gəlir çiyələkləri yeməyə. Bu il biraz seyrəkləşdirməmişik, ona görə biraz sıxdır. Ola bilər ki, səsim sizə bu vlogda qəribə gəlsin. Səbəbi isə budur ki, dişimi çəkdirmişəm. Ön dişli, danışarkən biraz fışır səsini daha çox eşidir insan. Mən elə eşidirəm ən azından, səsimə hələ ki alışa bilməmişəm. Ona görə bu narahatçılığa görə üzrlü sayın. İnşallah sonraki vloglarda daha normal səsimi eşidəcəksiniz. Uşaqlar üçün gerpes pişirmişəm. Pəncərənin önünə qoydum ki, biraz soyusun. Bu öz bişirdiyim çörəkdən qalandı. Az idi deyə biraz da aldıq. Saxlanma çörək çox qəribədir, böyükdür, amma içi boşdur. Ev çörəyi isə balaca da olanda içi dolu olur. İçərisində nə qat olarsa, yəni saxlanma çörək çox belə necə deyim, qabarıq görünür.
Ha, ha, bir kere bandı. Görmüşəm, baxın. Qızlar, saç qurutmaq üçün olan bu boynayı o qədər sevərək istifadə edirəm ki, materialı o qədər yumuşaqdır. Suyu anında da çəkir özünə. Bu arada görürsüz, Faberlikdən hədiyyə etmişəm bunu da. Mütləq ya bu rəngini, ya başqa rəngini, hansı olsa özüm üçün zapaz birini də alacağam. Çox gözəldir, yəni materialı. Videonu montaj edəndə fikir verdim ki, odaklamayıb, amma çıxartmaq istəmədim ki, elə olduğu halı ilə paylaşım videonu. Yəni səbəbi budur. Kamerada falan heç bir problem yoxdur, sadəcə odaklamayıb. Sağ olsun ustaların sayəsində aynamız 4 fəsil kirli görünür. Hətta getdikcə zamanla artır da. 2 aynanın arasına deyəsən dərman vurulur. Belə eşitmişəm. Düzgün vurulmuyub, hava mı keçib, nəsə olub, ona görə aynanın arası belə görsənir. Yəni çöldən baxanda çox bərbad görünür. Sanki illərləndir aynalara əl dəyməyib, silinməyib. Gülləri də qoydum belə. Axşama qədər biraz hava alsınlar. Hələ ki hava yaxşıdır. Elə ki yağışlar fasilə verdi. Bir balaca gün çıxdı. O dəqiqə bizdə paltarlar yuyulur. Bugün 4-cü dəfədir qoşmuşam maşına. Maşallah nə kirli səbəti, nə paltar ipi, nə paltar yuyan maşın boş qalmır da bizdə. Ramaşka da deyən var, çoban yastığı da deyən var, mənim kimi papatya da deyən var. Hər nədirsə bu bitki çox gözəl, çox faydalıdır. Çalışıram gündə ən azı 1 stəkan bunun çayını içim. Çox faydalı bir şeydir. Təsirini hiss edirəm, əsəblərim sakitləşir. Sadəcə düzənli olaraq içmək lazımdır. Eyni zamanda yuxu rejimini də normaya salmaq lazımdır. Bu birazca məndə problemdir. Zamanla inşallah o da düzələr.
Ama olamaz. Neden ben? Evdəki işlərimdən biraz gördüm, sonra çıxdım, namesin altındakı oyuncaqları yığdım. Bu arada uşaqlar da yolda oynayırdılar. Həmişə özlərinə yığdırıram, bu dəfə çağırmaqla uğraşmaq istəmədim. Özüm yığdım. Sonra buraları bir qəşəng süpürmək istəyirəm. Axşama isə yəqin ki, samavar qaynadacaq. Ona qədər təmizləyim ki, stolun falan üstünün tozunu da silə bilim. Nə qədər su tökürəmsə töküm, yenə də toz olur süpürəndə. Qızlar, bir dənə qonağımız gəlib. Baxın hələ buna. Sən hardan gəldin? Gedişə bax. Sən hardan gəldin? Hara? Gəl. Cibi 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 cibi. Gəl. Tutdum bu bir nəfəri. Sən hardan gəlibsən? Hayda, ürəyi nətər atır. Ənənəvi üsulla, dədə-baba üsulundan kömbə hazırlayıram. Resepti tam dəqiq deyil. Düz yarı qatmışam hər şeyi, amma çox qəşəng alınıb. Əgər sizin üçün də maraqlı olsa, nə qatmışam, nə qədər qatmışam, bu haqda maraqlı videoda çəkə bilərəm. Siz yetər ki, like atın, yorum yazın, abunə olun, abunə deyilsinizsə, sizin xoş sözləriniz, atdığınız likelar, baxış sayı məni daha çox həvəsə gətirir və daha çox belə videolar çəkmək istəyirəm. Yaydıqdan sonra da biraz qoyuram dincəlməyə, tam dincəlsin. Görün, nazik yaymışdım, necə gözəl şişib. Şöyle eyni çörək qəlbəsi ilə bişirirəm mən. Yəni bizim tufovkada ancaq belə alınır. Bir qismini də belə kəsdim, amma kəsilmiş qaydada heç sevmirəm. Dadı da o olmur. Sanki bütöv daha qəşəng dadır sonradan doğrayanda. Bişirmək istəyənlərə tövsiyəm odur ki, çalışın bütöv bişirin, sonradan doğrayın, belə daha qəşəng dadır. Uzun çabalardan sonra nəhayət ki yandırdım. Əllərimin gününə baxın. Çox sevirəm mən bu papatyaları. Heç bilmirəm bunların adı nədir, belə güllərdir. Əcayib çiçəkləri var. İçini görürsünüz yəqin ki. Ay. İçindəki boşluğa arı girir. Orada yəqin şirəsini çəkir, neynir, sonra çıxıb gedir. Baxın. Samavarın üstüne indi qaçdılar. Telefonda lap qəşəng görünür ha. Bunlar hələ təzə açır. O qədər gözəl qoxusu var ki. Ha, başında bitlər var, görürsünüz. Sabah mən buna gərək dərmanlıyam. Baxın. Telefon netləmir. Gərək bunu dərmanlıyam ki, çoxalmasın. Ayda, buradakının başı vəbşə bitlə doludur ki.
Burada da bir balaca dəstə çəmənim var. Həmişə buradan çıxırdı, amma bu il burada çox ot var idi. Görürsüz yəqin ki, bax belə. Bu belə ot idi. Özü sıx ha. Buradan bu qədər yerdən 4 daşqı ala çıxartmışam. Bağa yarpağı da var idi, adi ot da var idi. Qara hindiba deyilən o sarı çiçək də var idi. Düzdür, onları çox çıxartmadım, saxladım biraz. Amma o da var idi. Həmişə bu çox balaca çıxırdı da, bu qədər falan çıxırdı. Bu il alaların arasında qalıb gizlənib. Uşaqlar qopartmayıb. Uşaqlar həmişə gül eləyib, qopardıb mənə verirdilər bunu. Bu il qalıb. Aa, siz buna baxın hələ. Bura gizlənmiş bir nanə. Bugün nanələrimi də yığam gərək. Nə qədər uzandıbsan sən. Çiçək açıb. Bir bunu çox sevirəm yabani güllərdən. Bir də bunun bənövşəyi rəngdə olanı. Nə deyirdilər adına? Yonca deyirdilər deyəsən. Nanələri yığmışdım, quruyub, sərmişdim bura. Şimdi çıxardıram, atarım. Bir-iki gündə günəş vursun, ondan sonra götürüb saxlayarım, təmizləyim. Çox qəşəng isi var. Görürsünüz bu necə yaşıl quruyub. Mən belə çox xoşuma gəlir, amma bunun içində sarılar da var. Niyə elə quruyub? Çox maraqlıdır. Əlimə də nəsə batdı ışığa çıxanda. Yağış dəli-dəli yağdı da dayandı. Sanki heç yağmayıbmış kimi oldu. Cip 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 cip. Dü 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 dü. Həmişə məni incidirsən sən. Axşama qədər palçığa qatırlar su qabının içinə.
İndi mən sakit dururum, siz biraz axşam olanda təbiətin səsini dinləyin. Qızlar 2 paket sifarişim gəlib. Gəlin sizinlə birlikdə açaq. Başlayaq bu paketimizdən. Belə bir şey sifariş etmişəm. Mutlaka deyim, kisə deyim, nə deyim bilmirəm. 2 dənə sifariş eləmişdim bundan. Səhra rəngini anam götürdü. Onun üçün sifariş eləmişdim. Açım. Çox qəşəng qoxusu var ha paketdən. Qoxusu çıxır. Baxın, içərisində belə sabun hissəcikləri də var. Bildiyim qədərinə, səhv bilmirəmsə, hər kisənin, nə deyim başqa buna, unuttum. Hər maçakanın üstündə 7 dənə sabunu var. Baxaq görək düzdür. 1, 2, 3, 4, 5, 6, 7. Aha, desən düzdür. Amma yaxşıdır məncə. Çünki sonradan da sabunları getdikdən sonra da istifadə etmək olar. Elə bil ki, üzərində bir dənə bütöv sabun veriblər, belə deyək. Çox qəşəng qoxusu var. Qoyaq yerinə. Mən armudlusunu götürdüm. Elə sifariş edəndə belə eləmişdim. Anamsa morxusunu götürdü. Səhra rəngdədir. Bura şəklini qoyaram. Belə. Aha. Altimix ətri sifariş etmişəm. Özüm də istifadə edirəm bundan. Mənimki də burada. Bu qədər istifadə etmişəm. Zapaza qoyacağam bunu. Özümünki qutarında istifadə edirəm və yaxud da özümünki qutarına qədər müştəri istəsə zapazdan götürüb verirəm. Daha sonra depilyasiya üçün belə bir üçlü məhsul. İnanmayacaqsınız amma bu diş macunları çox gözəl endirimdədir. Burada qiymətini deyə də bilərəm. Amma deməyəcəm ki, çalışan xanımlar haqsızlıq olmasın. İstəyənlər linkdən yaza bilərlər mənə. Bunun şok qiymətini deyəcəm sizə. Diş məcunudur və inanın mənə ki, heç bir yerdə bu qiymətə, bu böyüklükdə, yəni 100 minlidir. Diş macunu ala bilməzsiniz. Təbii tərkibdədir həm də. Zapaza qoyacağam bunları da. Bunu sonda açarıq. Ətri probnikidir. Yenə özüm üçün almışam bunları. Baş sabitləyicidir. Bir də kristal tuş. Bu tuşdan biri də var məndə zapazda. Aha, özüm üçün belə maskalar sifariş eləmişdim parça. Hyaluron turşulu, xiyarlı, blueberry nə idi? Bu meyvənin adı hər dəfə unuduram. Bir də üzümlü. Parça maskalardır bunlar. Burada patçılar var. Bədən üçün arxalıcı patçılardır bunlar. İçərisində 40 ədəd var. 2 paket sifariş etdim. Bir paketini artıq bitirmək üzrəyəm. Göstərim onu da sizə. Baxın, gündə istifadə edirəm deyə bura qoymuşam ki, unutmayım. Baxın, artıq bitirmişəm. 2 ədəd qalıb. İçərisində 40 ədəd parça olur. Arxası da belə görünür. Kağız şəffaf listlərin üstündədir. Belə. Qoyun yerinə bunu da. Bugün istifadə eləmişəm artıq. Gün ərzində maksimum 8 ədəd istifadə eləmək olar. Yəni bir dəfəyə. 6-8 saat bədəndə qala bilər. Daha sonra çıxardırsınız. Yenə 6-8 saata qədər fasilədən sonra yenə istifadə eləmək olar. Mən belə eləyirəm. Gündə özüm üçün bir saat belirləmişəm. Məsələn, səhər saat 9-da 10-da falan yapışdırıram. 6-7 saat saxlayıram, sonra çıxardıram. Yəni bir də 6 saat sayıb gecə falan qoymuram, yəni belə. Aha, bu paketdən bir də belə bir ətr çıxmışdı. Probnik. Mən baxmışam buna, çox gözəl qoxusu var qızlar. Qırmızı murmur ətridir, yeni çıxıb. Bu kataloqumuzun yeniliyidir. Murmur Roji yazılıb üzərinə. Ola bilər ki, düzgün tələffüz eləməyim. Yəni çox gözəl qoxusu var qızlar. Almaq istəyəni tövsiyə edirəm. Qablaşmasına baxanda elə təəssürat yaradır ki, kündətirdir, amma kündətir deyil. Əsl
yaz ətridir, yay ətridir, belə deyim, çox qəşəngdir. Keçək ikinci paketimizə. Burada nələr var? Özüm üçün qab şampunu. Artıq bundan neçənci dəfədir sifariş edirəm, özümə qalmır. Keçən dəfə sifariş elədiyimi də müştəri götürdü. Bunu yenidən özüm üçün sifariş eləmişəm, zafaza qoymağa. İşlətdiyimin içində az qalıb. Bunu müştəri sifariş edib, qara zirəli şampundur. Bunu əlavə sifariş etmişəm zafaza qoymaq üçün. Çünki zafaza qoyuram ki, müştəri istəyəndə oradan götürüb rahat verə bilim və yaxud da özümün qutaranda götürüb işlədə bilim. Bu da Grizzly'nin yağ çözücüsüdür, antijir. Çox gözəldir qızlar. Yəni bunun mən videosunu çəkmişdim. Heç bir danışıqsız, yəni sadəcə videonu göstərdim ki, baxın necə təmizləyir. O məhsulun sprey başlığı belə gəlir əlavə. Bu isə ənənəvi soba filtr təmizləyənimizdir. Yəni bu da yağ çözücüdür. Bu qatı bir teksturadadır. Çox gözəldir bu da. Hər ikisinin öz yeri var məncə. Bunlar da mənim sifarişlərim. Sizlə birlikdə yerləşdirək. Bu seriyanın məncə ayaq parçada var. İçərisində bir ədəd qalıb. Hələ də istifadə etməmişəm onu. Bu isə müştərinindir. Bunu da paketləyim, hazır qoyum. Bu zapaza. Bu da zapaza gedir. Bu müştərinindir. Bunlar hamısı zapaza gedir. Bunu Pravnik kolleksiyanın içərisində qoyacağım. Bunu da istifadə edəcəm, hamına qoyaram. Bayaq dediyim tuş bu idi. Baxın, Top Celebrity'nin tuşu. Bunu da yeni sifariş etmişəm. Özüm də bundan istifadə edirəm. Baxın, burada var. Artıq istifadə etməkdən üstü gedib. Mənim burada başqa yerində vardı, amma burada hər şey qarışıb bir-birinə. Hara gedib mənim baş yerim? Aha, burada. Baxın, bu da mənim istifadə elədiyimdir. Qızlar, siz mənim elədiyim səhvi eləməyin. Qaş gelini mütləq kanalından əvvəl istifadə etmək lazımdır ki, qaş gelinin içi bu günə qalmasın. Mən səhv etmişəm, bunu da sonra başa düşdüm. Artıq elə istifadə etmirəm. Yəni yarısından qayıtmaq da yaxşıdır. Belə. Gələn videoda buranı sizinlə birlikdə yığışdırarıq. Hər şey qarışıq bir-birinə, aləm dəyib bir-birinə. Bu yükün burada nə işi var? Pamadanın tuşun yanında nə işi var? Karandaşın burada nə işi var? Rezinin burada nə işi var? Hamısı qarışıq. Hala buna baxın. Sənin burada nə işin var? Hamısı qarışıq. Qızlar, məndə bunun qırmızısı var idi, Pandoralıya bənzəyən qırmızı muncuqlusu. İtirdim onu, çox heyif, tapa bilmirəm. Səhv eləmirəmsə evdə itirdim, amma hara düşdü tapa bilmirəm. Elə çox sevirdim ki onu. Belə. Pambıq diskimin içində bir dənə qalıb. Olmalıydı bu da. Aha. Təzə bir dənəsi var, qatarıq bunu. Bu arada nəsə heç həvəsim yoxdur heç bir şeyə. Ancaq üzüyümə görə istifadə edirəm. Bir də gündəlik ehtiyacı duyduqca bu kremi istifadə edirəm, beyazladıcı. Hə. Bu biraz uzağa gedəcək. Bunları elə özüm verəcəm. Ona görə bu ikisini paketləməyə ehtiyac yoxdur. Amma bu uzağa gedəcək. Mütləq paketləməliyəm ki, başına bir iş gəlməsin. Bunu alan xanım daimi müştəri olduğuna görə istədim ki, ona bu dəfə belə bir hədiyyə qoyum. Bir dəfə istifadə etmək üçün patçilərdir. Belə. Belə paketlədim xanımın sifarişini. Yoldaşım indi aşağı gedəndə deyərəm versin. Bir də bunu sifariş edən xanımın da əslində keçən dəfəki məhsullarının içərisinə qoyacaqdım. Sadəcə unutmuşam. 2 dəfə sifariş götürüb, ikisini də unutmuşam. Bunu da yenə bunun üstündə xanıma verəcəm. Ona görə bunu da paketə qoyaq. Bunu da belə bir paketin içərisinə qoydum. Sadəcə bağlamayacağım. Çünki xanımın başqa sifarişləri də var. Gözləyirəm məhsullarım gəlsin. Onu da sifarişini bunun içinə qoyub daha sonra skosuna bağlaya bilərəm. Və yaxud da belə də verə bilərəm. Əslində bunu özüm verəcəm. Yaxına gedir. Ona görə belə də verə bilərəm. Belə qızlar, vlogumuz bura qədər. Sona qədər izləyin. Hər kəsə təşəkkür edirəm. Sonda dəstək olmaq üçün kanalımıza abunə deyilsinizsə, abunə olmağı, like atmağı, şərhlərdə video haqqında fikir bildirməyi unutmayın. Hələlik. Qızlar, hal-hazırda gördüyünüz kimi 3% zaryadkam var. İşıq da yanmır. Gecədən yanmır həm də. İnternetim var, amma zaryadkam yoxdur. Ona görə videonu paylaşa bilmirəm. Yəqin ki, sabaha qalacaq video. Ya da axşam saatlarında paylaşılacaq.